Deməli, uşaqlar məchul növdən işləyəcəyik və bu cür testlərdə biz məchul növü necə seçə bilərik? Deməli, bilirik ki, to be üstəgəl V3 forma məchul növümüzdür bizim. Bir də cümlənin sonunda deməli, sifət olmamalıdır. Bir də ki, yerlik əvəzli müstəqil halı olmamalıdır. Baxırıq indi. Birinci testimizdə to be üstəgəl V3 forması var, biri götürürük. 2-də to be üstəgəl V3 forması var, götürürük. 3-də görürsünüz V3 formu var, yoxdur və cümlənin sonunda deməli sifət verilib, səhvdir. 4-də də görürsünüz fresh verilibdir, sifət verilibdir, səhvdir. 1, 2, A variantı. 26-cı testimizdə də seçirik. 1-də görürsünüz sual formasında verilibdir, to be və isim işlənibdir, sonra isə V3 forma işlənib, düzdür. 2-də görürsünüz capable, sifətdir, götürmək olmaz. 3-də talented, deməli sifətdir, götürmək olmaz. 4-də isə deməli görürsünüz to be, isim üstəgəl V3 formadır, deməli 1, 4 C variantıdır.